Bismillahirrahmanirrahim. Esselamu aleykum ve rahmetullah ve berekatuh. Esselamu aleyke ya Eba Abdillah ve alel erbahilleti hallet bifinaik. Aleyke minni cemi'an selamullahi ebeda ma baqitu ve baqiyel leylu vel nehar. Ve la cealehullahu ahirel ahdi minni li ziyaretikum. Esselamu alel Hüseyin ve ala Ali ibnil Hüseyin. Ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin. Hacı selamun aleyküm ve rahmetullah. Allah əcr versin. Allah əcr versin. Əzadarlıqlarınızı qəbul eləsin inşallah. Xidmətlərinizi qəbul eləsin inşallah. Allah kömək olsun. Allah inşallah bizi İmam Hüseyin əleyhissalamın həqiqi sevənlərindən, əzadarlarından qərar versin inşallah. Amin inşallah. Hacı elə birbaşa yenə də mövzuya keçmək istəyirəm. Biz adətən İmam Hüseyin əleyhissalamın kəlamlarından söhbət edirdik. Amma bugün istəyirəm biraz iki mövzuya toxunaq, sonra yenə qayıdarıq İmam Hüseyin əleyhissalamın öz kəlamlarına. Birinci məsələ budur ki, ümumiyyətlə indi xarici məşhurları, böyük ədibləri, yazıçıları demirəm, Azərbaycan ədiblərinin, Azərbaycan şairlərinin, alimlərinin, ictimai xadimlərinin İmam Hüseyin əleyhissalam barəsində, Aşura barəsində hansısa kəlamları varmı? Hansı formada deyilib ya hansı şəxslər tərəfindən deyilib? İstəyirəm elə o məsələlərə xülasə şəkildə toxunaq. Bismillahirrahmanirrahim və bihi nəstəin. İnnehu xeyru nasirin və mu'in. Və sallallahu ala seyyidina və nəbiyyina və alihi tahirin. Və lənətullah ala a'daihim əcməin. Minəl an ila liqai yevmiddin. Nəhməduhu və nəstəinuh. Rəbbi şrəhli sədri və yəsirli əmri və əhlul uqdətən min lisani yefqahu qavli. Allah Teala'nın salavat salamı olsun Peyğəmbər və onun əhli beytinə və onu sevən möminlərə inşallah. Allah bu əzadarlıqları dünyanın hər yerində bütün insanlardan qəbul eləsin inşallah. Allah Teala xəstələrimizə şifa versin, çətinliklərimizi rəf eləsin, iltimas eləyənlərin dualarını qəbul eləsin inşallah. Allah Teala dünyamıza əmin-amanlıq, bəyəndiyi bir cəmiyyət bəxş eləsin inşallah. Bizi də bu İmam Hüseyin əleyhissalamın qapısından ayırmasın inşallah. Allah Muhammed Ali Muhammed'ə xatir. İmam Hüseyin əleyhissalamın biz əvvəllərdə də danışmışdıq hacı. Dəyərin, qiymətin vermək biraz çətin mövzudur. Çünki imamət bir məqamdır ki, Allah onu verə bilir. Bəli. Allah seçə bilir. Və Allah Teala, məsələn, bir dənə şair olsa, bir dənə yazıcı olsa, onun, məsələn, bir 50 dənə kitabı, əsəri çap olunsa, onun əsərinə bütün oxucularından daha çox o dəyər verə bilər. O bilə bilər hansı daha üstündə, hansı daha yaxındır. Baxmayaraq ki, biz oxuyuruq onu, məsələn, laf belə araşdırmışıq, neynəmişik. Biz də bir həddidə. Amma o özü hamıdan yaxşı bilir ki, bu yazdıqlarımın hansı daha üstündür, daha faydalıdır, daha fəzilətlidir, məsələn. Bu baxımdan Allah Teala'nın ki, biz insanlara qiymət verə bilərik, dəyər verə bilərik, bəzi cəhətlərindən, əməllərinə baxarıq, gördüyü işlərə baxarıq, elədikləri yaxşılıqlara baxarıq, elədikləri pisliklərə baxarıq. Amma tam dəyəri Allah Teala verir. Xüsusən də və qiyməti Allah Teala verir. Hələ Allah Teala'nın bir nəfəri imam seçməsi, peyğəmbər seçməsi o adam üçün ən böyük dəyərdir, üstünlükdir. Və biz də bir həddidə onu dəyərləndirə bilirik. Baxırıq, görür ki, məsələn, bu cürə məsələn, şair də olub, bu cürə də olub. Bu bundan yazıb ya bundan. Mən həmişə misal çəkəndə deyirəm, sən Viktor Hugo ilə Məhəmməd Seyid Əllamə Təbaini müqayisə edirəm. Əlbəttə müqayisəyə gəlməz, amma da bir baxımdan ki, məsələn, o da 35 ilə deyir, səfirləri yazıb. Əllamə də 35 ilə Təfsir Əl-Mizanı yazıb. Gəl müqayisə eləyək, görək məsələn də biz gətirək Əllamə ilə Viktor Hugo'nu bərabər tutaq, bu insafdan deyir axı. Xüsusən də məsələn
Əllamənin yazdığı nəyə söykənib və nəyə əsaslanıb və nədən yazıb, nəyin üstündə ilişib. Amma məsələn, Victor Hugo'nun belə də məşhur damdır. 3 dənə qəhrəmanı var, biri oğrudur, biri rüşvətxordur, biri də məsələn, yalancı, yalan danışan. Ki də o mövzuya çox keçməyəm, amma əsərin, ibrətamiz bir dənə əsərin bunun üstündə qurub. Yaxşı, o bundan artıq nə edib, bir şey tapıb ortalığa çıxarda bilir. Amma məsələn, duram, məsələn, hələ təfsiri deməyək, Füzulini məsələn. Füzuli də dünyaya tanıdı, məsələn, orada insanlığın, məsələn, mərhəməti filanı və məkanı göstərib Victor Hugo. Füzuli də gəlir, məsələn, Leyli Məcnunla dünyaya sevginin, eşqin bir formasını ucaldıb. Bunun ikisi də qəhrəmanı saf adamdır. Elə bunda biri oğrudur, biri rüşvətxordur, biri yalancı. Bunda ikisi də qəhrəmanı saf adamdır. Yaxşı, bununla dəyər verə bilirik. Ondan sonra Füzulinin özünə bir dənə də dəyər verə bilirik. Bu, o da eşq dastanını yazandan sonra, dünyaya Məcnunu tanıtdırandan sonra deyir, məndə Məcnundan Füzulun aşiqlik istedadı var. Aşiq-i sadiq mənəm, Məcnunun ancaq adı var. Niyə? Çünki Məcnunun məşuqi, sevgilisi Leyli idi, bir dənə adi bir insan idi. Amma Füzulinin sevgisi, məhbubu kim idi? İmam Hüseyin əleyhissalamdır. Bununla da dəyər vermək olur. Amma da bundan artıq bəzi insanlara biz dəyər vermək o idrakımıza sığışmırdı. İmam Hüseyin əleyhissalamın barəsində tam bir söz deyək, bu mümkün deyil. Amma dahilər, insanlar, tanınmış ziyalısı, yazıcısı, şairi bəzi şeylərə baxıb İmam Hüseyin əleyhissalamın barəsində fikir yürüdüblər. Mən axşamçağı biraz elə araşdırırdım, rast gəldi bunlar. Məsələn, mən heç vaxt bilməzdim Mirzə Fətəli Axundovun İmam Hüseyin əleyhissalamın barəsində sözü var. İndi onun üçün gələn günlərdə deyərik. Məsələn, bəzilərinə olar. Dünən keçən dəfələrdə də dedik, Seyyid Əzim deyib, məsələn, o birisi deyib. Klassiklərimiz hamısı deyib, məsələn, bu cürə şairlərimiz filanlarımız. Məsələn, Mirzə Fətəli belə məşhurdur ki, ateist olub. Amma İmam Hüseyin əleyhissalam barəsində söz deyib. Hüseyin Cavid, məsələn, İmam Hüseyin əleyhissalam var burada söz deyib. Neçə dənə var. Mən bir nər Firidun bəy Köçərli, onun qeyd elədim acı. 1863-1920-ci ildə yaşayıb, ədəbiyyatşünas, alim, maarifçi, yazıcı, publisist. Gör nə yazır. Mən elə üzündən oxuyuram, keçək oynacı. Deyir, İmam Hüseyin özü qəşəng də bir dənə şeyə izah verir. Mənim özümə şəxsən bunu keçən illərdə çox sual veriblər, özü də İrad ünvanında. Ki, elə bu da ona cavab verib. Deyir, məsələn, mən oturmuşdu biz bir məclisdə, bir nəfər mənə dedi ki, belə, biraz Roza xanlardan gil eyləndi. Biraz elə ümumi İmam Hüseyin əleyhissalama ağlayanlardan. Deyir, ağlayırsınız hönkür-hönkür. Bir də 2 dəqiqədən sonra başlayırsınız gülməyə. Mən ona dedim ki, amma deyir, adam məsələn dədəsi öləndə falan öləndə görürsən, ağlayır saatlarla, günlərlə falan məsməkən. Ona elə sadə 2 kəlmədə dedim ki, sən başqa ölülərə ağlamaqla İmam Hüseyni ağlamağı bir ölçmədə, bu İmam Hüseyin əleyhissalamın əzadarlığının tərkibi belədir. Bunun tərkibi belədir. O, ağlamaq bir başqa ağlamaqdır ki, əgər bəhsimiz olsa qabaqda, inşallah ona işarə də elərik. Burada da ona işarə edir. Firidun bəy deyir ki, İmam Hüseyin müsibətində bir feyz vardır. Özdə həqiqətdəki Füzulinin Həqiqətü Süəda əsəri haqqında yazır. Deyir, əgər iradu etiraf olunsa, o zaman dili ilə deyir, olunsa, kədər ilə səfa və qəm ilə surur və yaş ilə nur bir yerdə ola bilməz. Həm ağlayırsınız, həm gülürsünüz. Yaxşı, həm matəm saxlayırsınız, həm də bu yandan da ağlayıcında seviniz gəlir. Bu bir yerdə ola bilməz. Bunlar bir yerdə olduğu halda uyuşmaz. Yaxşı, onda belə bir irad olunsa, deyir, onda biz deyə bilərik ki, bəli, İmam Hüseyin müsibətində bir feyz vardır ki, yandan vardır, bir yandan ağladır, bir yandan nuraniyyət bəxş edir. Şad qılır,
bir yandan qəmləndirir, bir yandan qüssədən azad edir. Bəli. Bir yandan qəmləndirir, bir yandan qüssədən azad edir. Mən bir dənə hadisə yadıma düşdü. Acı Bakı kətlərdə binədə Ağa Möhsün rəhmətlik ki, atası Nəcəf alimlərindən olub, ona bir dənə ateist irad eləyib ki, məclisdə nə qədər bu Hüseyn deyirsiniz. O da qadib deyib ki, sənin işin gücün nədir? Deyib, mən ateistəm. Deyir, ay sağ ol. Sən elmi ateizmi dəstəyirsən, təbiidir ki, orada İmam Hüseyn əleyhissalamın əleyhinə də yazırsan. Deyir, təbii. Deyir, ona görə sənə pul verirlər, maaş verirlər. Deyir, hə, dolanışığım ondan. Deyir, görürsən, mən də İmam Hüseyn əleyhissalamı tərifləyirəm. Bu cəmaat mənə belə pul verir, dolandırır. İmam Hüseyn belə kişidir. Dostunu da yedizdirir, düşməni də yedizdirir. Yaxşı. Bu da deyir ki, bu yandan qəmləndirir, bu yandan şadlandırır. Qüssədən azad edir. Bir yandan şikəstə və pərişan hal edir. Bir yandan uca məqamlarda dövr etməyə pərubal verir. Yəni uca məqamlara qalxmağa qol-qanad verir. Bu feyz-u bərəkət, bu qeyri-adi halət və xüsusiyyət ancaq Seyyid-i Şühəda müsibəti əzasına məxsusdur. Gör necə dəqiq təsvir Dəqiq, bəli. Ancaq İmam Hüseyn sözdə Seyyid-i Şühəda deyir, ha. Yəni şəhidlərin ağası. İndi bəzən Seyyid-i Şühəda deyəndə bəzilərinin əti ürpəşir. Qıdığı gəlir. Yaxşı, görsən kimlər Seyyid-i Şühəda deyib. Seyyid-i Şühəda müsibəti əzasına məxsusdur. Ancaq Mah-ı Mühərrəmdə tərtib olunan təziyyələrdə hiss olunur. Bu, o Firdun bəy Köçərlinin İmam Hüseyn ardıcan var. İnşallah gələn dəfələrdə olsa. Həqiqətən də elə İmam Hüseyn əleyhissalamın qəminin, o təziyyənin özünə məxsus xüsusiyyəti budur ki, bu qəm o birisi qəmlərdən fərqlənir bunda bu xüsusiyyətinə görə ki, bu qəmdən sonra insan şadlanır. Bu qəm bizə şad verir, ləzzət verir. Bu qəmdən biz ayrıla bilmirik bu qəmdən. İstəmirik ayrılaq bu qəmdən. Füzuli də deyir də, mən istərəm bəlanı üçün istər bəla məni. Bu ağlamağı biz istəyirik, çünki bu ağlamaq bizi istəyir. Niyə ağlamağı bizi istəyir? Ağlamaq İmam Hüseyn istəyir, biz paklanaq, biz təmizlənək. Ancaq adamın xəstəlikdən ağrısı dayananda o qəm-qüssə keçir də, rahatlaşır, yaxşı. Biz bilirik ki, mənəvi xəstəliklər, maddi, bu cismi xəstəliklərdən çox-çox nədir? Ağırdır və ziyanlıdır və insana çox ağır yükdür. İmam Hüseyn əleyhissalamı ağlamaq, dünənlərdə bir də hədis oxuduq ki, mən bəka, əbka, təbaka və cəbələhül cənnə, bu da varımızda. Kim ağlaya, kim İmam Hüseyni ağlaya, ya ağlada. Hətta biri ağlamasa, təbaka, özün ağlamağa vursan, sən belə də özün ağlayanlara oxşatsa vəcəbələhül cənnə. Beş dona vacib olur. Təbiidir ki, bunun da indi efirdə eşidənlər 1000 dənə qoşacaqlar. Şərti şurutu yerindədir da bunun. Şərti şurutu yerindədir. Hətta şərti şurutu yerində olmayan adam da olsa, Allah dünyada ona bir şey verəcək. İnnəllah yüzəyyü əcrəl muhsinin. Bu yaxşı işdir, İmam Hüseyin ağlamaq. O namazı, orucu, ibadə, Allahın axirət payda olmasa dünyada ona bir şey verəcək. Yaxşı. Özü, məsələn, ibadətdir bu. Nə qədər bizim hədisimiz var ki, İmam Hüseyni ağlamağın savabı nə qədərdir. Hətta bəzi hədisdə var, ağlayanların göz yaşı mələklər saxlar, behişdə aparar, verər ona. Yaxşı. Hacı, əslində bunu mən eşitmişəm bəzi alimlərdən. Ramazan ayı ilə müqayisə edirlər Məhərrəmin xüsusiyyətini. Çünki məsələn Ramazan ayında deyilir ki, Ramazan ayı nədir? Ramazan ayında bir ləzzət vardır. Baxmayaraq ki, insan əziyyət çəkir, ac, susuz falan. Amma onda elə bir ləzzət var ki, insan istər-istəməz İftarda da onu hiss edir. Nəticədə vacib. Əssalamu aleykum və rəhmətullah deyirsən, bir hal gəlir adama. Gedirsən həccə əmələ gətirirsən, qutarırsan, ziyarət tamam olur, bir hal əmələ gəlir. Məsələn də balaca çanta, bir ərzaqdan, yatdan götürürsən, gedirsən bir yetim qapısına. Hələ gedirsən ora, heç nə yoxdur. Onu verirsən ora, qaydanda görsən insanda bir hal əmələ gəldi. İmam Hüseyin əleyhissalama ağlamaq, əzadarlıq özdə bir ibadətdir. O tamam olan kimi adama bir hal gəlir.
iftarda fərəh gəlir. Çünki oruç tutan deyir, 2 dəfə sevinər, fərəhlənər, biri iftarda, biri qiyamətdə. Onun o dünyəvi hissəsi orada gəlir. İmam Hüseyin əleyhissalamı ağlamağında o dünyəvi hissəsi, o ağlaşmanın dalıcan insana fərəhin gəlməsidir. Niyə? O saydıqlarımız şeylərin hamısı insanın günah yükünü azaldır. Bayaq dedim ki, o günah ağırdı, xəstəlikdir. Adam baş ağrısı keçən kimi görsən nə qədər dəyişiklik olur. Bu günahları yuyur. Ramazan sözünün elə mənası da yandırıcı deməkdir də. Yəni günahları yandırır, aparır. İmam Hüseyin əleyhissalama tökülən göz yaşı günahları yuyur, təmizləyir. Təbiidir ki, insan o xəstəliyi müalicə olan kimi onun ardınca nədir? Fərəh gəlməlidir, sevinc gəlməlidir. Çünki bu neyini? Yüngülləşib. Bu yüngülləşib. Bir də hacı, bir dənə İmam Hüseyin əleyhissalamın bu əzadarlığı barəsində mən keçən dəfə də bu mövzuya işarə elədim. Elə indi yadıma düşdü, mən onu qeyd elədim burada ki, ondan sonra bu əzadarlıqdan nə istəyirik onun barəsində danışarıq. Biz giriş etdik, sözün doğrusu ona görə mən daha xüsusi olaraq elə. İmam Hüseyin əleyhissalamın biz istəsək məqamını tanıdaq, məqamını tanıdaq. Müqayisələrlə də məqamını tanıda bilərik. Biz lap əvvəl günündə Əyyamullahdan danışdıq. Bir dənə də söz varımızdır Quranda, Allah şüarı. Min şairillah. Həccin barəsində deyir. Səfa Mərvə barəsində deyir. Mən elə Səfa Mərvə barəsində istəyirəm danışaq. Səfa Mərvə. Üzr istəyirəm, o qurbanlığa aparılan qoyunlara deyirmiş şair. Mən elə istəyirəm Səfa Mərvədən danışam. Yaxşı. Bilirsiniz necə, danışmağa çox şeylər var. Çox şey var. Səfa Mərvə sizin yadınızda qalsın, mənim yadımdan çıxır. Bəzən möminlər də deyir ki, yarım çıxaldı. Mən də deyirəm, qocalmışam da unuduram sözün əvvəldən sonra. O qurbanı deyirsiniz, min şairillah. Yaxşı. Məsələn, bir dənə qurbandır. O da deyir, Allah deyir, bu da ilahi şuardır. İlahi şuardır. Yaxşı. Bir dənə qurban, ilahi şuar olur. Bir dənə də mən bir heyvan barəsində deyim sizə. Həzrət Salihə Allahın verdiyi dəvə. Milyonlarla dəvə var idi Ərəbistanda, yer üzündə. Amma Allah Teala Quran-ı Kərimdə nə deyir? Hazihi naqətullahi əleykum. Bu Allahın dəvəsidir. Bir dənə dəvə, çünki ilahi bir vəzifənin, ya ilahi bir ayənin, ilahi bir hədəfin subutunda bu istifadə olunurdu. Onlar Həzrət Salihin qovmu özü istədi də. Həzrət İsa'nın qovmu dedi ki, göydən süfrə gəlsin. Allah da göndərdi, Quranda da Maidə surəsi var. Yaxşı. Bunlar da dedi ki, bu qayadan, bu qaya, daş, buradan dəvə çıxsın. Oradan da keçən dəfələrdə gördüm biri şey deyir, Həzrəti Yunusun balığı utmasın şeydir. Salır kitabdan kitabı, o bəlkə də balıq döyürdü, nədir? Özlüyünüş bu qədər əziyyəti salsın. Deyirəm, balıq idi. Allah deyir, balıq idi. Mən özlüyümdə dedim ki, ona demək lazımdır. Onda dəvəni necə izah edir onda? O dəvə nə idi? Çıxdı oradan, yanında balası, döşündə də südür. Bir günləri dəvə sulardan içirdi. Bunlar dəvənin südün yeyirdilər. Qovumun hamısına çatırdı. Bir dəvənin qoy 20 litr südü olsun. Bir qəbrəstanlıq adam hamısı ondan istifadə edirdi, qutarmırdı da. Yaxşı. İndi sözün burasında deyirdi. Həzrəti Peyğəmbər də deyir əleyhissalama, Həzrəti Salihin keçmiş ümmətlərin ən bədbəxti Həzrəti Salihin dəvəsini öldürəndir. Axirə zaman və mənim ümmətimin ən bədbəxti, əşqəl-əşqiya, bədbəxtlərin bədbəxti səni öldürəndir. Həzrəti Əliyə. Həzrəti Əli əleyhissalama deyir. Çünki Həzrəti Əli Allah tərəfindən Peyğəmbərə verilən möcüzələrdən biri idi. Həzrəti Salihin dəvəsi də Həzrəti Salihə verilən möcüzələr idi. Sadəcə o ümmətin ləyaqəti ona idi, şuurları ona idi, dərrakəsi ona idi, dəvə istədilər. Amma bu ümmət Həzrəti Peyğəmbərə görə mariflənirdi, ucalmışdı, fəzilətlənmişdi. Allah öz cinsimizdən özümüzə möcüzə verdi. Əleyhuma rəhmətü ki, ayəti xudara. Hacı, mən bu sözü həm də Nəhcül Bəlağəyə şərh yazan Əhl-i-Sünnə alimi İbn Əbil-Hədid. Yox, Muhammed Əbduh ki, o da bir şərh yazır. O müqəddimədə nəql edir, öz müqəddiməsində deyir ki, çoxları düşünür ki, məsələn, Həzrət Peyğəmbərimizin möcüzələri
hansı Şəqqül Qəmərdir, Bəli, Quran bəli. Muqəddəs məkandır. Amma deyir, unudurlar ki, ən böyük möcüzə Əmirül Həzrət Möminin. Əli əleyhissalam yaxşı. İndi acı qaydaq dəviyə. Dəvə deyir Hazihi Naqətullah. Bu Allahın dəvəsidir. Yaxşı. İndi bu Allahın dəvəsidir. Nə idi o dəvənin xüsusiyyəti? Heç nə. Başqa dəvələr kimi ot yeyirdi, su içirdi. Sadəcə bu möcüzə ünvanında gəlmişdi. Olmuşdu nə? Şairullah. Şairullah. Allahın Keçək Səfa Mərviyə. Getmisiniz də Hacı Məkkəyə. 2 dəfə. Yox, bir Bir dəfə Allah yenə qismət eləsin. Daha inşallah. Hamiyə inşallah. Deməli, Səfa Mərvəni də görmüsünüz də, onun dağlığı qalıb, nə biçim, qalıb, Maket qoyublar. hə, da sağ ol da, qalıb da o Məscid-ül Həramın birinci mərtəbəsində də o şeyin altında. Hə. Ki, orada bilinir ki, bura Səfadır, bura Mərvə. Səfa Mərvənin İslamda, dində, bəndəçilikdə, Allahla bəndə arasında rabitədə, insanların cəhənnəmdən xilas olmağında, insanların behiştə getməsindən, insanların mədəniyyətinin, maarifçiliyinin çoxalmasında, insanların əxlaqının böyüməsində, insanların adam olmasında nə qədər rolu var? Hansı rolu var? Heç bir. Səfa Mərvənin funksiyası nədir? Doğru. Məkkədə ziyarətə gedən, hac, ümrə əmələ gətirən adamın 2 dənə, deməli 7 dəfə o başa bu başa getməkdən ötəri o məsafəni müəyyən elə. 2 dənə tablo. Bəli. 2 dənə tablo ki, buradan başlayacaqsan, burada qutaracaqsan. Hə. Buradan o ana keçmə. Bundan başqa nəsə bir funksiyası var? Xeyr. Özdə səy bilirsiniz də, həccin əməllərinin içərisində elə bir dənədir. Yaxşı, heç müstəhəb səydə yoxumuzda bilirsiniz. Məsələn, müstəhəb təvaf varımızdır, orada müstəhəb zikir varımızdır, müstəhəb namaz varımızdır, o vaciblərdən əlavə filan. Məsələn, bir adam dursun, geçsin, ehram bağlasın, ya elə belə savabdır, gedim səy eləyim, elə yerimək ona qalacaq. Yaxşı, bir dənə elə o vacibisidir ki, o istər müstəhəb həccin içində, ümrənin içində, istər vacibi həccin ümrənin içərisində onu əmələ gətirməlisən. Yaxşı, 7 dəfə deməli, o yana bu yana getməlisən. O da başlanğıc nöqtəsi ilə qutaran nöqtəsini eləyir, müəyyən eləməkdən ötürüdür. Həmin Səfa Mərvə. Bundan başqa nə yerdə yeri var bu dağın, nə göydə yeri var. Bu müqəddəsliyi yadda yoxdur. Elə. İndi əgər bir nəfər Məkkədə ziyarət eləyən adamın, hətta o yadından da çıxsa sonradan düzələ bilir. Adamın səy yadından da çıxsa sonra yamamağı düzəltmək olur da. Elə deyir. Yaxşı. O gəlib Allah şüarı olan halda, indi İmam Hüseyin əleyhissalam ki, keçən dəfələrdə danışdıq, insanlara insanlıq öyrədir. Bax, Firdun bəy Köçərlidən oxuduq. Ondan sonra siz baxırdınız Lev Tolstoya, o indi inşallah qismət olsa gələn dəfələrdə ya bu dəfə oxuyarsınız, ya başqa dahilər. Sonra Peyğəmbərlər. İsmail Sadiq Əlvəd adında bir dənə Peyğəmbər var idi. Onun üzün soydu ümməti. Dedilər ki, nifrin elə, Allahdan bəla istə. Dedi ki, yox, istəmərəm. Dedilər ki, sən belə kim oxşamsan? Dedi ki, ənə ətəssimin Hüseyin ibn Əli. Mən Hüseyin Əlini özümə nümunə götürmüşəm. Ümmət din yolun, onun vəzifəsi də mənim vəzifəmlə ağır olacaq. Onun əhatə dairəsi də o təklifinin bundan çox-çox böyük olacaq. Ona olan zülmlər də mənə tək özümə, amma onun özünə, ailəsinə, uşağına zülmlər olacaq. Amma o bəla istəməyəcək ümmətə. Bir kəlmə dedi, küfəllər, heç vaxt rəisləri sizdən razı qalmasın. Ondan başqa qutardı. Yaxşı. Və əvvəldə demişdik ki, Muhammədi yül-hudus, bəqai, Hüseyni yül-bəqa. İmam Hüseyin dini yaşatdı. Peyğəmbər gətirən dini. Biz İmam Hüseyin əleyhissalamın dindəki rolların əgər durub danışsaq, gərək bir ay danışaq. İndi nətər olur Səfa ilə Mərva? Gəlir, dinin şüarı olur. İmam Hüseyin əleyhissalam dinin şüarı ola bilmir. İmam Hüseyin əleyhissalamın əzadarlığı dinin şüarı ola bilmir. İmam Hüseyin əleyhissalama ağlamaq nədir? Şirk olur. Onda gərək bu Səfa ilə Mərvanın arasında getmək şirk olsun. Elə. İmam Hüseyin əleyhissalamın zərihin təbərrük eləmək nədir? Şirk olur. Quran-ı Kərimdə ayə var da, bilirsiniz. Ayə nədir? Həzrəti Yusuf nə dedi? Köynəyimi verin atama. Çəksin gözünə
nə olacaq? Gözləri açılacaq. Ayə deyir, bunu demir. Gətirib çəkirlər, açılır, açılmır. Nə idi o? Həzrəti Yusufun gölü. Onda əl-əuzübillah, Həzrəti Yusufla Həzrəti Yaqub ikisi də Allahın Peyğəmbəri şirk elədilər. Bunlar hamısı havai sözlərdir, amma ümumi cəmaatı biraz allada bilirlər. Hər halda bunu yeri gəlmişkən dedim. Pəs Səfa Mərva şuarı olan halda dinin qoruyucusu, dinin daşıyıcısı, millətin nizamı, ondan sonra millətin müəllimi, millətləri zəncirdən qurtarıb və dünyanın əyilmiş düzənini düzəldən bir şəxs və onun məclisi və onu ağlamaq Allahın ən böyük şüarlarındandır. Hacı, üzr istəyirəm. Deməli, adətən İmam Hüseyin əleyhissalamın Kərbalasından danışanda, əzadarlıqdan danışanda deyirlər ki, Quran-ı Kərimdə buna heç bir işarə yoxdur və yaxud hədislərdə də, yəni Peyğəmbərin hədislərində də buna heç bir işarə yoxdur. Əvvəla Peyğəmbərin hədislərində işarə var, çoxdur, o heç. Həddindən artıq. Amma o ki, qaldı Quran-ı Kərimə. Bu adam başa düşmür ki, Quran-ı Kərim 50 il bundan əvvəl nazil olub qutarıb. Bəli. İmam Hüseyin əleyhissalamın Kərbalası isə hicrətin 60-cı, 61-ci ilində baş verib. Quran-ı Kərim bundan sonra nazil olmayıb ki, İmam Hüseyin əleyhissalamın hadisəsini danışsın. Yəni, bu qədər avamcasına məsələyə yanaşıb insanları o da mövzu var. Bir də iki dəstə var bu mövzuda. Bir, İmam Hüseyin əleyhissalama ağlamağa irad eləyənlər. Bir də var, ümumiyyətlə ağlamağa irad eləyənlər. Quran-ı Kərimdə də neçə dənə ayəmiz var ağlama və yəbkun və yaxurunə liləzqanı succada və yəbkun. Yıxılarlar Yaqubun Yusuf üçün ağlaması bəli. Və viyəzzəteyna. O özü elə İmam Hüseyni ağlamağın dəlilidir da bir dənə Quran-ı Kərimlə. Həzrəti Yusufa niyə ağlayırdı? Ümumiyyətlə, bax bir dənə acı mən 4-cü, 5-ci sinifdə oxuyurdum. Bu radiolar var idi, qoymuşdular küçələrdə, birbaşa oradan da canlı verişlər gedirdi o vaxt. O radioda mən eşidirdim, yol gedə-gedə danışırdım. Ateist irad eləyirdi dinə. Deyirdi ki, Yusifi quyuya salanda qardaşları deyirlər, özdə o iradla deyirdi. Yaqub neynir? Ağlayırdı, gözünün yaşını tökürdü. Hani Yusuf. Amma Yusufun köynəyi Misirdən çıxanda dedi ki, Yusufun qoxusu gəlir, iyi gəlir. Bu qədər də xurafat və bu qədər də cəhalət olar. O bədbəxt indi o özü eləydi də. Amma sözüm nədədir? Sözüm bundadır ki, Həzrəti Yusufun dən ötürü ağlayanda Həzrəti Yaqub bilirdi quyudadır. Bilirdi hansı mərhələdədir. Bilirdi bazarda satıldı. Bilirdi zindana düşdü. Allahın Peyğəmbəri idi, Allah ona xəbər verirdi. Amma Həzrəti Yusuf, Həzrəti Yaqub mən elə bilirəm ağlamırdı ki, görəsən ay Allah Yusuf harda qaldı. Ağlayırdı. Yusufla öz başına gələn müsibəti istəyirdi çatdıra. Gəlirdilər oğlanlar deyirdi ki, Allah təftə o təskuru Yusufə. Elə gəzirsən Yusuf deyirsən. Bu da Yusuf biraz da artırırdı. Niyə? İstəyirdi batan haqqı üzə çıxarsın. İstəyirdi batan haqqı. Və elə Həzrəti Yaqub bilirdi də Yusufuna. Ən azı bilirdi. Allahın vəlisinə olan zülmün nə qədər böyük olduğunu. Böyük olmağını göstərirdi. Ki, dünənləri də sırağa gündə dedik də La yuhibbullahul cəhrə bis-su'i minəl qavl illa mən zulüm. Heç kimin barəsində qışqırıb bağırmaqdan Allahın xoşu gəlmir, bir dənə məzlumlarının barəsində ki, Həzrəti Yaqub neynirdi ondan. Bu dəlil deyir İmam Hüseyin əleyhissalamı ağlamağa. Həzrəti Yaqub niyə ağlayırdı Həzrəti Yusufa? Qurandan ayə istəyirlər. Ağlayırdı, batmış öz haqqın. Allahın vəlisinə olan zülmü izhar edirdi. Biz də İmam Hüseyin əleyhissalamı ağlayırıq, elə həmin ayəyə əsasən istəyirik ki, Allahın vəlisinə olan zülmü neyniyək? İzhar eləyək. Hacı, dünyanın işi həqiqətən də qəribədir. Məsələn, Züleyxanın Həzrəti Yusufa olan eşqini dastana çeviriblər. Bəli, bəli. Amma Yaqubun Yusufa olan eşqini isə dastan eləmədilər. Dastan eləmədilər. Amma Quran-ı Kərim əslində Yaqubun eşqini danışır, bəli. Və Züleyxanın məsələsi məcazi eşq idi.
Yaqubun məsələsi ilahi eşq idi. Hətta Züleyxanki şeytani idi, nəfsani idi. Dünya elə belədir də. Dünyada elə həmişə bu cürə şeylər olub. Özdə hələ gəlirdilər Züleyxaya bəraət qazandırırdılar. Həzrəti Yaquba oğlanları da haqq vermirdi. Həzrəti Yaquba oğlanları da haqq vermirdi. Deyirdə bezduyu az ağla. Özdə deyirdilər, İnnəbanə ləfizzəlalın mubin, atamız da aşkar da. Amma Züleyxaya siz demişkən, dastanlar bəzirdilər. Özdə haqq da verirdilər. Adı görün, bax, Bəni Üməyyə cəmiyyətinə, o cəmiyyətin az-maz oxşarlığı var idi. Bəni Üməyyə cəmiyyətinə gəlib çatmazdı, amma az oxşarlığı vardı. Necə Yezidə filana bəsməkən bütün işlərinə don gezirdilər. Züleyxanı heç kim Misirdə qınamırdı. Ola bilər mövzumuzdan qıraqda, amma gəldi. Züleyxanı heç kim ərinə xəyanət eləməkdə qınamırdı. Heç bir kəlmənin adamın adına ağzına gəldi ki, Züleyxa ərinə xəyanət edib. Züleyxanın Misir cəmiyyətinin gözündə ən böyük günahı bu idi ki, quluna aşıq olub. Quluna aşıq olub. Yəni birdən Yusuf qul olmasaydı, Misirin başqa azad kişilərindən biri olsaydı, problemi yox idi. Gör, cəmiyyət nə qədər tənəzzül eləmişdi. Gözəl nöqtədir. İmam Hüseyin əleyhissalam daha bir dənə Züleyxa yox, 2 dənə yox, bir cəmiyyətin batmış bir formasını neynədi? Düzəltdi, üzə çıxartdı. Bunların hamısının üstündən xət çəkdi. Özdə o bir şeydə müqayisə edirlər orada, adı Yaqubla deyirlər ki, Yaqub da aşıq, Züleyxa da aşıq. Yaqubdan məşuqu Yusuf, Züleyxanın da məşuqu Yusuf. Hər ikisi ağlayır, ikisinin də gözü kör olur. Fərq nədədir? Fərq deyir, Yaqub aşıqı cəmal idi, amma Züleyxa aşıqı surət idi. Bu surətpərəst idi, bu cəmalpərəst idi. Yeri gəlmişdən, acı mənə bir yerdə rast gəlib, hədisi də özüm oxumuşam, yadımdadır dəqiq, amma mənbə yadımdadır. Həzrəti Rəsulullaha Mehrac gecəsində Allah Teala deyir ki, ey mənim Peyğəmbərim, bir adam gecə namazına dura. Gecə namazının çox rolu var da. O ki, və təhəccəd minəl-leyl məqamən məhmud. Gecənin bir aləmində dur, çalış, yəni namaz elə ki, deyirlər, ən çox gecə namazına aiddir ki, Allah ümid var sənə yüksək məqam verə. Yaxşı? Orada deyir, gecə namazı qıla. Gecə namazında bu yorğunluqdan, kasıbkarlıqdan işləyib, halal çörək dalıcan gedə filan, yuxu tutabını gecə namazında. Mənim yanımda görün xüsusi bir əcri var. Həzrəti Rəsulullah deyir ki, ilah onun əcri nədir? Deyir, sənin əhl-i beytün camalın qiyamətdə onlara göstərəcəm. Deməli, İmam Hüseyni görənlər, Əli əleyhissalamı görənlər, İmam Zamanı görənlər, bunların surətini görüblər, camallarını görməyiblər. Deyir, onların camalın qiyamətdə nə edəcəm, göstərəcəm. Belə İmam Hüseynin surətinə indi məsələn, fərz eləyəcək İmam Hüseyin burada olsun, ya İmam Zaman indi burada olsun. Bizim hansımız onun üzünə baxa bilər? Gərək o qədər həyasız olasan, çox-çox üzr istəyirəm, onun üzünə belə rahat baxmaqdan ötəri. Adam görsən, böyük adamlarla danışanda başını aşağı salır. Hələ bu, bunun zahiri surətidir. Baxmaq da haram deyir. Elə hamımızın da arzusu budur ki, gəlib onun cəmalını görək. İlahi ərinə tələtər rəşidə və qurrətəl həmidə. Yaxşı, göstər bizə onu, yaxşı. Dua əhdidə də səhv eləmirəmsə. Amma görsən, gələndə, indi gör bunun cəmalını. İmam Sadiq əleyhissalama biri gəldi, deyir ki, İsmi Əzəmi yoxub, öyrədi mənə. İmam dedi, ay bala, çıx ki, düşün gücünü dalıcan, sən ara İsmi Əzəmi. Əl çəkmədi, imam dedi, otur. Başladı. Hazırsan dedi, Bismillah, Bismillah. Qışqırdı ki, aləm dəydi bir-birinə, saxla. Ya imama dedi ki, dedi, mən nə görürsən? Dedi, yer göy qarışır. Deyir, sənə dedim ki, onun tabı, sən tabını gətirə bilməzsən. İndi Əhl-i Beytə Allah o camalı verib, onu dözmək, onu dərk eləmək, onu özündə daşımaq, ona böyük bir işlər lazımdır. Hacı vaxtımız, biz əzadarlığında nələr almalıyıq, ona işarə eləməliyik, başda çox uzun çəkəcək. Bəli, çox gözəl hacı nöqtələr oldu. Əslində elə bu da çox vacib və
lazımlı məsələlərə toxundunuz. Allah razı olsun sizdən. Allah köməyiniz olsun. Təşəkkür edirik Allah sizə. qəbul eləsin. Allah qəbul eləsin inşallah. Çox sağ olun. Allah inşallah bütün işlərimizi ixlaslı qərar versin. Allaha xatir qərar versin. Əzadarlığımızı da, bu danışığımızı da Allah bizi riyadan, süm'ədən, nə bilim belə şeylərdən uzaq eləsin. Allah kömək olsun bu Məhərrəm günündə kim göz yaşı ilə, kim ağlatmaqla, kim danışmaqla, kim elə oturub qəmgin olmaqla nəsə bir şey qazanırsa Allah Muhammed Ali Muhammedə xatir, İmam Hüseynə xatir onu qoruyub saxlanmaqda bizə kömək olsun. Birinci məqsədimiz yaradıcı xalis ola. O bir dənə mənim mərsiyyə var idi qabaqda. Axırıncı beyti tək yadımdadır. Deyirdi, gələnlər sidqi ilə gəlsə, yazanlar bir riya yazsa. Ya əksinə, gələnlər, yazanlar sidqi ilə yazsa, gələnlər bir riya gəlsə. O sədaqət, riyasızlıq o şeydir. Görsən, adam var, bir ömrü işlər görüb, zərrə qədər heç kimə kömək olmayıb. Ne üçün içində sədaqət az olub, riyası çox olub, Allahlığı az olub da Allahlığı. Allah eləsin ki, bizim işlərimizin içərisində o sibğət Allah var ha. Allah rəngi, o cəvhəri ondan olsun inşallah. Amin ya Rabbil Alemin. Çox sağ olun. Təşəkkür edirik. Esselamu aleyke ya Ebu Abdillah ve alel erbahilleti hallet bifinaik. Aleyke minni cemiyan selamullahi ebeda. Ma baqitu ve baqiyel leylu ven nehar. ولا جعله الله آخر العهد مني لزيارتك. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين.